Bir söz var ya, deyir burada yaşayan qocalmaz. Mənzərədən yox, bu plənkənləri qalxıb düşməkdən qocalmaz. Nə qədər plənkən var, nə qədər hündür yer var ya. Bu nə? Salam millət, necəsiz? Uzun zamandır YouTube long videosu paylaşmırdım. Sizlərlə qısa bir gəzinti eləyək. Harda? İspaniyanın şimalında, Kantabria zonasında, Kantabria əyalətində Suanses qəsəbəsi. Atlantik okeanı. Burada Suanses qəsəbəsi. Yüngülbari bir tırmanış edirik. Qəsəbə demək olar ki, təpələrdir. Möhtəşəm görüntülərdir bunlar. Dağlarda qar da var. Biskay körfəzidir də, yəni bu hissə köhnə adıyla Bask körfəzi də deyirlər. Əvvəldə Kantabria körfəzi də deyiblər. Nəsə belə bir şey. Yarımadadır, bunun qabağı yarımadadır bu hissə. Bunun bu tərəfində başqa bir çimərlik var. Dalğaları ilə məşhur çimərlikdir. Adı Loco çimərliyidir. El número uno, el número uno, bebé, loco. Orada trend olan mahnı var. Bax, o Loco həmin Loco sözü. Dəli mənasında. O da hardan alır adını? Dalğaları ilə, çox hündür dalğalar gəlir. Və o dalğalarda da surfing eləmək istəyənlərin, deyək ki, o dalğalar ora sevimli məkanı sayılır. Surfing demişə, indi fikir verirəm ki, 2-3 nəfər hazırda elə surfinglə orada məşğuldur. Ancaq dalğa bu günlərim zəifdir. Dağ velosipedinə məşğul olanlar da kifayət qədərdir. Qala şəklində inşa ediblər. Buradan qalxaq görək bu tərəfindən nə görsənir. Məncə bura mənim axtardığım yer olmalıdır. Tam olaraq buradır. Baxın. Aha, bax bu. Mən elə buranı axtarırdım. Görürsünüz mənzərənin gözəlliyini. Aşağıda sahildə gəzənlər var. Mən düşməyəcəm ora. Ayaqqabıları batırmaq istəyirəm, çünki kifayət qədər yaş görsənir. Nə deyirsiniz, gedək o istiqamətə. Oradan da bir görüntü götürək. Aşağı qayalıqdır, bax o hissələr. Belə ki, belə bir mənzərə. Sahil qəsəbəsi və turistik məkan olduğu üçün, turizm məkanı olduğu üçün hər addım başı fərqli dizaynlarda otellərdir, restoranlardır. Yəni hər göstərim, bax, bu hissə hamısı, bu hissələr otellər və restoranlardır. Normaldır, çünki ilin demək olar ki, hər fəslində, xüsusən təbii ki, yay aylarında bura turist baxını olur və sahibkarlar da fürsətdən yararlanırlar, istifadə edirlər. Hətta biraz içəri tərəflərdə, şəhərin deyək ki, içəri tərəfində çox fərdi evlər var ki, restorana çevrilib. Hətta yəni restoran kimi fəaliyyət göstərirlər. Surfing işarəsi, Los Locos burada. Yuxarıdan çəkirdim buranı. Dalğalar çox deyilənə görə çox şiddətli dalğalar gəlir. Baxın. Burada bir dənə qəmli mahnı. Belə qəmli dayanmam. Belə deyə, bu sahil boyu beləncə dəmir kəsmələr var və yeri bu cürə daşlarla bağlayıblar. Yaxşıdır ki, buradan belə rahat getmək olur.
Elə bir cığır da var, düz elə sahilə enmək üçün. Aşağı da çox qəşəng bir yerdə də restoran. Görüntü budur. Belə bir cığırdı, yoldu. Xüsusi daşlarla örülüb sağı solu. O bayaq mən sizə uzaqdan göstərdiyim yerə qalxmaq üçündür bura. Qalxaq görək, mən istəyən mənzərəni buradan tutub görə bilib çəkə bilirikmi? Belə. Burada nə gülüdür bilmədim. Amma açıq da. Belə bir şey. Təxmini istədiyim nöqtəyə gəlib çıxdım. Yəni buradan körfəzin hər iki tərəfi rahat görünür. İndi görə bunu kamerada əks etdirə bilirikmi? Baxın, bu bayaq sizə göstərdiyim sol tərəfdir. Bu demək olar ki, yarımadanın uc hissəsidir və bu tərəfi. Gördüyünüz kimi belə. Telefondan bu mənzərə nə qədər yaxşı düşür, düşmür, onu bilmirəm. Amma gözlə görülməsi lazım olan bir şeydir. Burada da nəsə belə bir şey var. Bir filmdə Carmen. Bura gözad qoyublar belə. Aşağıda gördüyünüz o hissə qayalıqlardır. Yəqin ki, orada bir nəfər də çıxmağa çalışır ora. Bu uzun illər təbii ki, dalğaların aşınmasına məruz qalmış bir qaya parçası, qayalıqdır. Amma həqiqətən gözəldir. O tərəfdə baxın, bu o formada bunun kimi çox adalar var, kiçik adalar. Ha, bura ada deyil, ora yəni qurudan yer var ki, gedə bilirlər onun üstündən. Orada bir nəfər də onu çəkir, bir nəfər orada gedib gəzir, orada o tərəfdən bir qrup yaxınlaşır. Belə. Oradan sıfırdır da. Sıfır adı. Qayalardır, dəniz. Mən dedim orada nəsə balıq sadır, amma qayaymış. Qış ayı olmasına baxmayaraq, yəni yanvarın əvvəli, şimal zonası, Atlantik okeanının sahili, hava belə deyil, o qədər də soyuq deyil. Yəni bugün ən azından o qədər də soyuq deyil. Normal hərarət var, normal temperatura var. Gəziləsi havadır. Neysə. Belə. Soğan sesin mən haradasa demək olar sahil hissəsindəyəm indi. Şəhərin, qəsəbənin qarşı tərəfi də qəsəbənin mərkəzidir. Ticarət obyektləri, böyük marketlər falan hamısı orada yerləşir. Bu hissədən isə ancaq dediyim kimi otellərdir, restoranlardır, barlardır. Xırda bir neçə ərzaq dükanıdır. İndi mən yavaş-yavaş gedirəm qəsəbənin o hissəsinə. Oradan çəkiliş eləmələm bilmirəm, amma sadəcə məlumat üçün qeyd edim. Uzun zamandır YouTube'da long videolar, yəni uzun versiyalı videolar paylaşmırdım. Bugün fürsətdən istifadə edib belə bir video çəkdim. İnanıram ki, sizin üçün də maraqlı oldu. İspanya'nın Cantabria zonasının Soğanses qəsəbəsi deyək, oradayıq. Atlantik okeanının sahilində yerləşir.
Biskay körfəzində çalışıram əlimi saxlayım yuxarıdakı görüntülər düşsün. Nə qədər məni görəsiniz. Bəs mənzərəyə baxın. Burada belə görüntü budur uşaqlar. Videonu istəyirəm burada yekunlaşdıram. Kanala abunə olub, videonu bəyənib paylaşmağı unutmayın. Hələlik digər videolarda görüşənədək. Sağ olun.